Salam dəyərli izləyicilər, xoş gördük kanalımda. Bugün çox ləzzətli peçenyalar hazırlamışam. Deməli, kərə yağının tortasından. Keçək hazırlama qaydasına. Bizim burada 1 stəkan yarım tortamız var. Yəni mən tortanı yağ əridəndə biraz yağlı götürürəm. Yağlı tortadır. 1 stəkan yarım, amma 1 stəkanla da eləmək olar, problem deyil. Üzərinə 2 ədəd ağlı sarılı yumurta əlavə edirəm. Daha sonra 1 stəkan qatıq. Qatığın da içərisinə 1 çay qaşığı soda əlavə edib qarışdırıram. Qatıq gördüyünüz kimi köpüklənir və əlavə edirəm yağın üzərindən. Daha sonra 1 stəkan şəkər tozu və bunları yaxşı-yaxşı qarışdırıram. Deməli, qarışdırdıqca görünür ki, burada hiss olunur ki, elə bir yağ yüngülləşir, biraz köpüklənir, yüngülləşir. Qarışdırdıqdan sonra üzərindən deməli unu əlavə edib xəmiri yoğuracam. Damaq dadına görə biraz da duz əlavə edirəm və yarım çay qaşığı vanil əlavə edirəm. Yəni 1 paket, 2 paket vanildən istifadə eləmək olar. Sonda üzərindən unu əlavə edib xəmiri yoğururam. Bizim burada 5 stəkan yarım unumuz var. Çəki ilə desək, hardasa 650-700 qram. Bu da baxır. Deməli, yumurtanın böyüklüyünə, kiçikliyinə, tortanın yağlı olub olmamasına. Yəni 5 stəkan əslində un bəs eləyir. İndi bizim burada torta yağlıdır deyə, yumurtanın həcmi də biraz böyüdür deyə mən 5 stəkan yarım un istifadə elədim. Xəmiri yoğururam. Qəşəng yumuşaq xəmir alınır. Yəni sərt xəmir olmur. Bu cür gözəl, yumuşaq, yağlı xəmir alınır. Heç gözlətmədən, deməli, peçenyaları görkəm verirəm, hazırlayıram. Peçenyalar burada eynən şəkər çörəyi formasında hazırlayıram. Müxtəlif formalarda hazırlamaq olar. Belə daha rahatdır, mən deyirəm. Bu formada, yəni rahatdır da, asandır. Eynən şəkər çörəyi boyda hazırlayıb listimizə yığıram. Bizim burada toplam 29 ədəd peçenyalar alındı. Hazır elədikdən sonra üzərinə qoz ləpəsi yerləşdirirəm. Burada bir qoz ləpəsini 4 hissəyə bölmüşəm və üzərindən yerləşdirirəm. Siz istəsəniz qoz, fındıq, badam və yaxud kişmiş, hətta damla şokoladdan belə istifadə edə bilərsiniz. Hər nə istifadə eləsəniz, peçenyalar onsuz da çox ləzzətlidir. Hazır elədikdən sonra 150-160 dərəcə, sobanın da dərəcəsi hər kəsin öz sobasının dərəcəsini dilini bilir. Məsəl üçün, mən burada 150 dərəcəli sobada bişirdim peçenyaları. Yəni bu peçenyalar hardasa 25-30 dəqiqəyə pişir, təxmini deyim. Ona görə ki, yağlı, qatıqlı xəmirdir, ağırdır. Ona görə bunu yəni 15-20 dəqiqəyə bişirib hazır eləmək mümkün deyil. Odur ki, hardasa bir yarım saat bunun bişməyi çəkir. 25 dəqiqə, 30 dəqiqə çəkir və hazır oldu. Gördüyünüz kimi çox gözəl peçenyalar alındı. Həm çəkisi də yüngül oldu. Həm də peçenyaların üzü elə bir çox qızarmır. Qızılı rəng olsa kifayət eləyir. Altı qızarır, üzü isə biraz saralmış forma olur. Çox gözəl, həqiqətən o qədər ləzzətli peçenya alındı ki, mən deyərdim elə kərə yağı ilə hər hansı bir şirniyyat hazırlayırıq, onsuz da tadı gözəl olur. Amma bu torta ilə, kərə yağının tortası ilə alınan peçenyalar, kurabiyələr çox ləzzətli olur. İnşallah eynən bu qaydada siz də hazırlayın. Əminəm ki, çox bəyənəcəksiniz. Dadından məmnun qalacaqsınız. Bu cür gözəl, yumuşaq, ovulub dağılan, yəni qupquru peçenya dördə. Gördüyünüz kimi gözəl peçenyalar alındı. Əgər bəyəndinizsə, dəstək olaraq kanalıma bəyənmə düyməsinə toxunmağı unutmayın. İzlədiyiniz üçün təşəkkürlər.